Qiymətlər məsələn mandarin 3 manat, 3 manat 50 qəpik, 4 manat arası dəyişir. Sortuna görə dəyişir. Nar 3 manatdan başlayır 10 manata kimi. O da rayonuna və sortuna görə dəyişir. Karalyokdur. Məsələn 20 gün qabaq 3-4 manat idi. İndi karalyoku axırıdır. 5 manat, 6 manata qalxıb karalyok. Xurma da 3 manatdır. Armudda bəs? Armudda orada elə demək olar ki, stabil. Bir ay qabaq da 4-5 manat idi, indi də 4-5 manatdır. Bayram qabağı ekstra artım olacaq qiymətlərdə. 20-30 qəpik fərq edir. Kim kilsə ki olmayacaq, olacaq. 20-30 qəpik çox yox. Yəqin ki, kilosunda. Bundan əvvəl biz Vasmöy bazarında çəkiliş elədik. Orada qiymətlər ümumiyyətlə dəhşət aşağıdır. Və bunun arasındakı fərq nədir? Bu məhsullarda yəni fərq var, yoxsa sadəcə olaraq yerindən asılı olaraq dəyişir qiymətlər? Məkana görə. Məsələn, Vasmoyda alma 1.50-2 manat, 2.50-dir. Bizim bazarda alma 2.50-dən başlayır 4 manata kimi. O da ölçüsünə görə və üstünün belə deyək, tavarni vidinə görə. Dad olaraq 2 manatlıq da alma eynidir, 4 manatlıqdır.